Bizə müraciət edən pasientlərin bir çoxu həqiqətən psixoloji dəstəyə ehtiyacı olan adamlar da olur. Məsəl üçün gəlir, xırda bir kompleksi var. Başa düşürsən ki, burada əslində dəridə qeydi vəziyyət. Amma biz ona demirik ki, səndə bir şey yoxdur, get. Əksinə diqqətlə qulaq asırıq, çünki o insanın birinci dəstəyə ehtiyacı var orada, eşidilmək istəyir. Bir də görürəm pasient gəlir, mənə şikayətini deyəndə ağlamağa başlayır. Pasient var, üzündə hər hansı bir ləkə var, çox gözə görünməyən, amma deyir, buna görə mənim dostlarım yoxdur, mən nə bilim intihar eləmək istəmişəm. Və ona qulaq asıram, izah edirəm ki, psixiatr dəstəyi almısınız. Siz başa düşürsüz ki, bu halda biz bir yerdə işləməliyik. Müəyyən dəri izləri olur ki, sırf pasient özü bilmədən dərisini didir və orada dırnaq izləri var. Biz onu ikincili dəri elementlər deyirik. Təcrübəli dermatolog otağa girən kimi onu görür. Artıq bilir ki, bu pasientdə nə problem var. Adam var, kitab oxuyanda əli burdadır, belə eləyir deyə burada ləkə var. İkincili bir element deyirik biz ona. O dərhal hiss olunur. Deyirik, siz belə eləyirsiniz, nəyləsə məşğul olanda. Deyir, bəli. Ona görə çıxıb, pasientlər də xoşlayır, doktor dərhal tapanda özü deməmiş. Bir də didmə məsələsi çox olur. Biz onda bir yerdə edirik. Ləkənin izlərini müalicə edirik müxtəlif lazer prosedurlarla və psixoloqa yönləndiririk və yaxud psixiatra və yaxud nevroloqa situasiyadan asılı olaraq və nəticəsini də alırıq. Yəni biz burada ediriksə təzələr düşməsin deyə bir yerdə işləyirik.